Elektrik potensialı elektrik sahəsində görülən iş mövzusunu MHM-in ən yeni nəşrindən işləyirik. Test 1-ə baxaq. Bir cins Y elektrik sahəsi içərisindəki K, L və M nöqtələrinin elektrik potensialları arasındakı əlaqəni müəyyənləşdirin. Biz əvvəlcə baxırıq burada. Oxlar hardan çıxıb, hara daxil olur. Görürsünüz, burada solğun verilsə də mən buradan qeyd eləyəcəm. Bu şəkildə bu şəkildədir onların istiqaməti. Bu da o deməkdir ki, biz bilirik ki, qüvvə xətləri müsbətdən çıxıb mənfiyə daxil olur. Müsbətdən çıxıb mənfiyə daxil olur. Bunları qeyd edək. İntensivliyin, yəni qüvvə elektrik sahəsində, bir cins elektrik sahəsində qüvvə xətlərin istiqaməti bu formada olur. Və biz bilirik ki, müsbətdən mənfiyə doğru getdikcə potensial azalır. Müsbətdən mənfiyə doğru getdikcə potensial azalır. Qeyd edək, potensial azalır. Yəni bu nöqtədəki potensialla bu nöqtədəki potensialın qiyməti eyni olmur. Buradakı potensialla buradakı potensial eyni olmur. Bura məsələn F1-dirsə, bura F2-dirsə, təbii ki, F1 böyük olacaq F2-dən. Eyni qaydada burada tətbiq edirik. Bax, məsələn, burada nə verilib? Bizə verilib ki, L nöqtəsi, K nöqtəsi və M nöqtəsi, düzdürmü? Burada FL bərabər olacaq FK-ya, çünki eyni nöqtədədir. Görürsünüz, eyni yerdə nöqtələniblər, eyni konumda nöqtələniblər. Bunlar bir-birinə bərabər olacaq. Amma dedik ki, mənfiyə doğru getdikcə F azaldığına görə, burada bu FL ilə FK FM-dən böyük olacaq. M-də artıq daha aşağı qiymət alacaq potensial. Qaldı ki, intensivlik haqqında məlumata, intensivlikdəki bir cins olduğunu düşünsək, yəni məlum məsələdir ki, intensivlik istənilən nöqtəsində eynidir. Bütün hamısında eynidir. Bütün nöqtələrdə intensivlik bərabərdir. 2-yə baxırıq. Deyir, nöqtəvi yükdən R məsafədə bu yükün elektrik sahəsinin potensialı F-dir. R məsafədə F-dir. R1 bərabərdir R, F1 bərabərdir F. Deyir ki, 2R məsafədə potensial nəyə bərabər olar? Yəni R2 bərabərdir sual, F2 daha doğrusu R2 bərabərdir R verib də, burada R2 bərabərdir 2R, ancaq F2-ni verməyib sualda. Biz F-nin düsturunu yazacağıq. Yazacağıq ki, F bərabərdir K modulda Q bölünsün R. Görürsünüz, tərs mütənasibdir. Yəni F1 bölünsün F2 bərabərdir R2 bölünsün R1. Demək, burada olduğu kimi yerinə qoyuruq. Gəlin buradan yazaq. F1-imiz verilib F-dir. F2-mizi bilmirik. R1-imizi, daha doğrusu R2-mizi verib 2R. R1-imiz R-lər ixtisar gedəcək. F bölünsün F2 bərabərdir 2. Buradan da F2 bərabərdir. F2 bərabərdir. F bölünsün 2. Yəni 2-də 1 F cavab Y variantı olacaq. Daha sonra baxırıq burada biz nəyə? Üçüncüyə baxırıq. Üçüncü testi bircə dəqiqə mən. Üçüncüyə baxırıq. Demək, deyir ki, şəkildə K və L nöqtələrində saxlanılan Q1 müsbət 4Q və Q2 mənfi 2Q yüklərinin O nöqtəsində yaratdıqları sahənin yekun potensialının neçə KQ bölü D olduğunu hesablayın. Şəkildə bir O nöqtəsi verilib və O nöqtəsində müəyyən məsafədə, yəni məsələn 2D məsafədə Q1-dir, D məsafədə Q2-dir. Demək, burada biz hər bir yükün O nöqtəsində yaratdığı potensialların düsturunu yazaq. Məsələn, burada yazaq, tutaq ki, Q1-inkini yazaq. Yazaq F1 bərabərdir K vurulsun modulda müsbət 4Q bölünsün. Aralarındakı məsafə nə qədərdir? 2D'dir. Yazırıq 2D. O nöqtəsindən 2D məsafədədir. Sonra yazırıq ikincini. Daha doğrusu bunu belə yaza bilərik də. Moduldan müsbət 4-dən müsbət 4 çıxacaq. Ona görə yazırıq 4KQ böl 2D. Bu da eləyəcək 2KQ bölünsün 2KQ bölünsün D. Belə alınacaq. Sonra F2 yazırıq K vurulsun modulda mənfi 2Q bölünsün aralarındakı məsafədə təbii ki D-dir. Yazırıq D. Demək, burada da necə olacaq? Moduldan müsbət çıxacaq. Moduldan müsbət çıxacaq. Yazacaq 2KQ böl D.
Biz burada modulda müsbət və ya mənfi çıxarırıq. Ancaq sizə nəzərinizə çatdırım ki, bu skalar kəmiyyətdir, vektorial kəmiyyət deyil və bunun qiyməti istiqamətlə təyin olunmur. Sadəcə bir şey unutmayaq ki, O nöqtəsində Q1 müsbət 4Q yükünün yaratdığı potensial müsbət qiymət alır. Q2 mənfi 2Q yükünün O nöqtəsində yaratdığı potensial mənfi qiymət alır. Yəni burada modulun bunun skalar kəmiyyət olduğunu bildirir, ancaq ki bunun istiqamətlə heç bir əlaqəsi yoxdur. Ona görə də biz bunu elə mənfi 2K2 olaraq qəbul edirik. Çünki bunun potensialı mənfidir, bunun potensialı müsbətdir. Bunun vektorial və ya skalar kəmiyyətliklə istiqamətlə heç bir əlaqəsi yoxdur. Deməli, yekun potensialda isə fi yekun bərabərdir nəyə? Adı üstünə skalar kəmiyyət olduğu üçün cəbri cəmini tapacaq. Həndəsi cəmini tapmayacaq. Vektorlarla ifadə etməyəcək. Ona görə də fi 1 üstə gəlinsin. Fi 2 yazdıqda məlum məsələdir ki, mənfi 2K2 bölünsün D. Üzərinə gəlirik 2K2 bölünsün D. Edəcək nə? 0. Fi yekun olacaq 0. Yəni biz bunun həndəsi yox, cəbri cəmini tapırıq. Ona görə mənfini nəzərə almalıyıq. Baxırıq 4-ə. 4-də deyir ki, Q1 müsbət Q, Q2 mənfi 4Q və Q3 yüklü cisimlər şəkildəki kimi üfüqi səth üzrə yerləşdirildikdə O nöqtəsindəki bu yüklərin potensialı 0 olur. Buna əsasən Q3 hesablayın. Bizə deyir ki, çox primitiv bir test olduğunu düşünürəm. Bizə deyir ki, fi 1 üstə gəlinsin, fi 2 üstə gəlinsin, fi 3 bərabərdir 0. Biz bunların hər birini yazırıq. Fi 1 bərabərdir KQ1 bölünsün. Bunlar yəni modul da yazılır. Yazılış qaydası budur. KQ1 bölünsün D1. Daha sonra fi 2 bərabərdir K modulda Q2 bölünsün D2. Daha sonra fi 3 bərabərdir K modulda Q3 bölünsün, uzaqlaşdırım, Q3 modulda Q3 bölünsün D3. Bunların hər birini yazırıq nədir? Açıqlamasını. Fi 1 bərabər olacaq. K Q1'in yerinə nə yazılır? Müsbət Q ilə olduğu kimi KQ yazacağım, uzatmayacağım. Q bölünsün D1 neçədir? O'dan Q1'ə qədər olan məsafə, yəni D. Sonra bunu yazırıq. Fi 2 bərabərdir. K Q2'nin yerinə nə yazırıq? Mənfini qabağa ataq, qarşıya qoyaq ki, bizim üçün daha asan olsun. K 4Q, daha doğrusu 4KQ eləmək daha məqsədə uyğundur. Əmsalı qarşıya gətir, daha səliqəli görsənər. 4KQ bölünsün 2D olacaq. 2D. Fi 3'ü də Q3'ü bilmədiyimizə görə Q3 olduğu kimi yazacağıq. Bunu tərəfə gətirim. Aha. Burada da olacaq fi 3 bərabərdir. Q3'ü bilmirik. Ona görə K Q3 bölünsün D3'dəki 3D'dir. 3D. İndi biz bunları toplayıb 0'a bərabər etməliyik. Aha. Yazırıq K Q böl D üstə gəlinsin. Burada mənfi edəcəm. Çünki burada mənfidir. Baxın. Bu hissədə mənfi olduğuna görə çıx yazacağım. Çıxılsın 4KQ bölünsün 2D. Onun da üzərinə gəlirik. Bu da ki bir işarə verilməyib. Ona görə yazacaq K Q3 Q3'ü bilmədiyimiz üçün olduğu kimi yazırıq. 3D yazacağıq. Aha. Bu bərabərdir 0. Bunu sadələşdirək. Baxın, görürsünüz KQ böl D KQ böl D'dən 4KQ böl 2D'ni çıxır. 2'lər burada ixtisar gedəcək. Olacaq 2. KQ böl D'dən 2KQ böl D'ni çıxanda qalır KQ böl D. KQ böl D çıxılsın. Qoyun belə yazım ki KQ böl D üstə gəlinsin. Açıq yazım ki aydın olsun. Çətinlik çəkməyək. Aha.
Burada da bunların fərqindən elə nə çıxır? Mənfi k küp böl d-dir, düzdürmü? Ona görə də yazacağıq belə. Mənfi k küp böl d olacaq. Ona görə də qarşıya keçirəcəm. Olacam k-3 bölünsün 3d çıxılsın. Çünki mənfi k küp böl d alındı. Ona görə qarşısına mənfi qoymalıyıq. Səliqəli olsun deyə də müsbəti qarşıya atdım. K küp bölünsün d bərabərdir 0. Eləmi? K3 bölünsün 3D çıxılsın K2 bölünsün D. Fərqi 0-a bərabərsə deməli bunlar bir-birinə bərabər olacaq. K3 bölünsün 3D bərabərdir K2 bölünsün D. Burada D'lər ixtisar gedəcək, K'lar ixtisar gedəcək. Qalacaq nə? Q3 bölünsün 3 bərabər olacaq Q'yə. 5-ci testə baxırıq. Bir cins elektrik sahəsinin A nöqtəsinin potensialı neçə voltdur? Demək, burada biz bilirik ki, potensiallar fərqi bərabər olmalıdır. Ona görə də yazacağıq belə. Fi A potensiallar fərqi həm bərabər olmalıdır, həm də gəlin əvvəlcə belə bir qeyd edeyim ki, potensial kimi potensiallar fərqi də delta fi'nin özü də aradakı məsafə ilə tərs mütənasibi K2 bölünsün D olur. Bu nöqteyi nəzərdən biz belə bir eynilik yazırıq. Fi A çıxılsın. Bax, A nöqtəsindəkini bilmirik. Amma 12 volt olan nöqtəni qeyd edirik. Fi A çıxılsın 12 bərabərdir. Bərabərdir 12. Gəlin belə eləyək. Yox, bərabərdir deyəndə ki, fi A çıxılsın 12 2D məsafədə baş verir. Bu potensiallar fərqi 2D məsafədə baş verir. Ancaq 12 çıxılsın 4 isə D məsafədə baş verir. Bizə deməli belə bir eynilik alırıq ki, məsələn 12-dən 4-ünü çıxanda 8 edir, düzdürmü? Bu zaman fi A-dan 12-ni çıxdıqda bizə bunun 2 qatını verməlidir. 2 dəfə azalırdı, 2 dəfə artmalıdır. Tərs mütənasib olduğu üçün 16 olacaq. Ona görə də fi A burada bərabər olacaq. 12 üstə gəlinsin, 16 fi A da bərabərdir 28 volt. Cavab B variantı edəcək. Baxırıq indi 6-cıya. 6-cıda deyir ki, metal sferanın səthində elektrik potensialı 150 voltdur. Bu sferanın daxilində nə qədərdir? Səthi ilə daxilində bərabər olacaq. 150-dirsə 150 olmalıdır. Nə dedik? Fi səth, belə yazaq, bərabərdir fi daxil. Səthində və daxilində bir-birinə bərabər olacaq. 7-yə baxırıq. Yükü müsbət Q olan şəkildəki kürənin O mərkəz nöqtəsinin potensialı 6 voltdur. Buna əsasən X və Z nöqtələri arasındakı potensiallar fərqi neçə voltdur? Nöqtələr arası məsafə eynidir. Burada bizdən soruşduğu O, X, Z-dir. Bu da o deməkdir ki, fi X, yəni X-dəki potensialla Z-dəki potensialın fərqini soruşur ki, bizdən bu nədir? Yəni, nəyə bərabərdir bu? Qiymətini soruşur. Aha, bizə deyir ki, O mərkəzi nöqtəsində potensial 6-dır. Yadınızı saxlayın, daxildə, mərkəzdə 6-dırsa, daxildə demək olar ki, bütün nöqtələrdə 6-dır potensiallar. Aha, bu belə də daxildə nədirsə, səthdə də eynidir. Yəni, fi X şərti olaraq fi X bərabər olacaq fi Y-ə. Fi Y, şərti olaraq fi X, fi Y-ə bərabər olacaq. Və biz fi X-in düsturunu yazarkən məsafə, məxrəcdə yazacağımız məsafəni Y-dən götürəcəyik. Çünki elə daha səliqəli alınır. Yəni, bir R-dənsə elə 2R hesablasaq da məqsədə uyğun olar. Demək, biz bildik ki, burada verilənlərdən biri nədir? Fi X bizə verilib 6-dır. Bunu bildik. Amma fi Z-i bilmirik. Amma bilirik ki, fi X 2R məsafə götürək də, gəlin. 2R məsafədir, düzdürmü? 2R. Belə çıxır ki, Rx bərabərdir 2R, fi X bərabərdir 6. Və məsafə ilə potensialın tərs mütənasib olduğunu da bilirik. Sonra, indi fi Z-ə baxaq. Fi Z-i bilmirik. Fi Z sualdır, ancaq Rz 3R'dir. Gəlin buna tərs mütənasiblik olaraq yazaq. Rx bölünsün Rz bərabərdir fi Z bölünsün fi X. Rx-i veribdir 2R.
bölünsün. RZ-i veribdi 3R. Bərabərdir. Fi Z-i bilmirik. Olduğu kimi yazırıq. Fi X-imiz isə 6-dır. Buradan fi Z bərabər olacaq. 6 vurulsun 2R bölünsün 3R. R'lər ixtisar getdi. Cavab 4 eləyəcək. Fi Z 4. İndi gəlin biz burada bunu başqa rənglə yazacağım. Bizdən soruşmuşdu fi x çıxsın fi z. Yəni gəlin başdan yazacağım. U x z bərabərdir. Fi x çıxsın fi z. O da bərabər olacaq. Fi x-imiz dedik ki 6-dır çıxsın. Fi z-imiz isə 4-dür. Belə. Burada cavab olacaq 2. Demək belə 7-ci testə baxırıq. Bizə deyir ki 2 proton bir düz xətt üzrə bir-birinə doğru hərəkəti necədir? Burada bəzi xüsusi hallar var. Əvvəlcə onu nəzər hissəni sizə izah edim. Əgər bir düz xətt üzrə deyirsə, mən onu belə yazılı şəkildə yazım. Vaxt getməsin deyə yazıb geri döndüm. Demək, burada əgər testdə söhbət bir düz xətt üzərində gedirsə, yəni bir düz xətt üzrə hər hansı bir cins elektrik sahəsinə aid deyilsə və ya qeyri bir cinsə aid deyilsə, söhbət bir düz xətt üzrə gedirsə, baxın, bir düz xətt üzrə iki hissəcik işarələri eyni və ya müxtəlif fərqi yoxdur. İki hissəcik hərəkət edirsə, ümumiyyətlə yaxınlaşma, uzaqlaşma demirəm. Bir düz xətt üzrə bu iki hissəcik bir düz xətt üzrə hərəkət edirsə, hər hansı bir sahəyə aid deyilsə, bir cins və qeyri bir cins, bu deməkdir ki, bunun təcili dəyişəndir. Dəyişəndir nə deməkdir? Yəni, ya artacaq, ya azalacaq. Nə olacaq? Ya artacaq, ya azalacaq. Bu ikisindən biri olacaq. Yəni, sabit qalmayacaq. Bir düz xətt üzrə olan hallar üçün, istisna olan hallar üçün aiddir bu. Aha. Demək, daha sonra biz deyirik ki, burada nə nəzərdə tutulur? İki hissəcik işarələrim fərqlidir də. Yəni, istəyir eyni olsun, istəyir müxtəlif olsun. Heç bir fərqi yoxdur. Əgər bir-birinə yaxınlaşırsa, təcil artacaq. Gəlin buradan bir daha qeyd edim. Yaxınlaşarsa, təcil artır. Uzaqlaşarsa, qısa yazım, təcil azalacaq. Artar və ya azalar. Bunu bu şəkildə qeyd dəftərlərimizə qeyd edək zəhmət olmasa. Yaxınlaşırsa təcil artır, uzaqlaşırsa təcil azalır. Yaxşı, bərabər yeyinləşən və ya bərabər yavaşlayan olan olduğunu hardan bilirik? 2 dənə cisimdir, məlum məsələdir. 2 dənə cisim deyərkən yüklü hissəcikdir. Cisim demək doğru olmaz. Tutaq ki, birinin yükü müsbətdir, birininki mənfidir. Əgər eynidirsə və deyək ki, eyni olsun, heç bir fərqi yoxdur və bir-birinə yaxınlaşır. Düzdür, bunların sürətləri bir-birinə yaxınlaşır. Və bunların sürətləri bir-birinə yaxınlaşır, təcilləri artır. Bunları itələyən bir qüvvə də var. O qüvvələr bunları bir-birinə uzaqlaşdırmağa çalışır. Yəni çalışır ki, tutaq ki, bu Q1-dir, bu Q2-dir. O zaman belə olur. 1-in 2-yə göstərdiyi Kulon qüvvəsi, burada da 2-nin 1-ə göstərdiyi Kulon qüvvəsi. Bu o deməkdir ki, cisim bir-birinə yaxınlaşmaq istəsə də Kulon qüvvəsi buna icazə vermir. İtələmə qüvvəsi işə düşür. İtələmə, itələnir. Yəni bunlar bir-birinə yaxınlaşmaq istəyir, təcilini artırır. Ancaq qüvvələr bunları uzaqlaşdırmağa, ayırmağa çalışır. Bu zaman deyirik ki, bu hərəkət necədir? Bərabər yox. Burada məsələn yaxınlaşırsa deyəcəyik, avtomatik biz burada deyəcəyik ki, nə? Artan, yaxınlaşır axı. Artan təcillə itələndiyi üçün yavaşlayır. Aha, belə. Bu xüsusi halı, bu istisnaları. Baxın 8-ə, 8 də eyni tiplidir. Görürsünüz, bayaq sizə demişdim. Söhbət bir düz xətt üzərindən getmirsə, hər hansı bir cins sahədən gedirsə, burada bərabər təcili hərəkət edir. Ancaq bərabər təcili hərəkət etməmək üçün, baxın, bu tipli vəziyyət şərait lazımdır ki, bir düz xətt üzrə 2 dənə hissəcik bir-birinə doğru və ya uzaqlaşır, fərqi yox. Sadəcə bərabər deyil də, artır və ya azalır.
Cavab 1 və 4 olacaq B variantı. Demək, 9-a baxırıq. Görürsüz burada qeyri-bircins elektrik sahəsidir. Bircins deyil. Əgər bircins elektrik sahəsi deyilsə, bərabər deyil. Təcili dəyişəndir. Bayaqki testlərdə də dediyimiz kimi. Aha. Deməli, görürsüz sıxlaşmaya doğru gedir və qüvvə xətləri də məlum məsələdir ki, mənfidən çıxır, müsbətə daxil olur da, eləmi? Burada bir proton var, bir neytron var. Neytron zaten yüksüz olduğuna görə məqsədsiz şəkildə yaşayır və o nə sükunətdə qalır, ya bərabər sürətlə hərəkət edər. Nəyəsə doğru can atmır da, yəni nə mənfi deyir ki, müsbətə can atsın, müsbət deyir ki, mənfiyə can atsın. Tələsmir heç yana. Ona görə də bərabər sürətli və ya sükunət. Hərəkətləri bu iki halda ancaq. Avtomatik C və Y variantı bizim ehtimallarımız sırasına daxil oldu. Digərlərini çıxdıq. Qaldı azalan və ya artan olduğunu bilməyə. Necə bilərik bunu? Sıxlaşmaya doğru getdikdə, bu tipli testlərdə həmişə sıxlaşmaya doğru getdi. Bax, yadınızdan çıxmasın. Yazıram. Sıxlaşma. Sıxlaşmaya doğru təcil artır. Sıxlaşmaya doğru təcilimiz artacaq. Yadınızdan çıxmasın. Nə olacaq? Sıxlaşmaya doğru bizim təcilimiz həmişə artacaq. Demək ki, orada proton hansı tərəfə doğru hərəkət edir? Qüvvə xətləri o istiqamətində hərəkət edir də, düzdürmü? Görürsüz, müsbətdən çıxır, mənfiyə daxil olur. Müsbətdən çıxır, mənfiyə daxil olur. Və bu da mənfi olmadığına görə elə zaten can atdığı yerdə buradır da, sıxlaşmaya doğru can atır. Ona görə də artan təcil olmalı. Azalanları çıxırıq, azalanları. Bərabər sürətlini də çıxır, proton bərabər sürətlə hərəkət edə bilməz. Yerdə nə qaldı? C variantı qaldı. Bu qədər sadə. Daha sonra digərinə baxırıq. Burada nə deyir? Burada 10-da deyir ki, müsbət Q yükü bir sahə yaradıb ətrafına. Müsbət elektrik yükü ilə elektriklənmiş kürənin elektrik sahəsinə daxil olan Q1 və mənfi 2Q yükü necə hərəkət edir? Q1-ə baxın, bu bayaqki qeyri-bircil sahəyə aiddir. Görürsüz, sıxlaşmadan uzaqlaşır. Sıxlaşmır. Dedik axı, sıxlaşmada təcil artır. Bu sıxlaşmadan uzaqlaşır, genəlir də get-gedə arasındakı məsafə artır. Eləmi? Bu zaman deyirik ki, təcil nə olur? Azalır. Azalan təcil. Hələ söhbət Q1-dən gedir ha. Q1-dən danışırıq hələ ki biz. Demək, Q1 azalan təcil olur. Sadəcə yeyinləşib yavaşladığını hardan bilirik? Görürsüz, müsbət yük sahə yaradıb və Q1-dəki müsbət yüküdür. Ona görə demək ki, bunlar uzaqlaşırsa yeyinləşir də, itələnir deyə yeyinləşir. Təbii ki, müsbətdən uzaqlaşmaq istəyəcək. İstədiyi də budur. Arzusu buydu. Q2-yə baxırıq. Dedi ki, Q1-də azalan təcili yeyinləşən oldu. Q2-də necədir? Q2-də sıxlaşmaya doğru gedir. Q2. Görürsən, sıxlaşmaya doğru gedir. Deməli, təcili nə edəcək? Artacaq. Artan təcil olacaq. Qeyd edək. Yaxşı, bəs yeyinləşən və ya yavaşan olduğunu hardan bilərik? Elə mənfinin ürəyi də bunu istəyirdi ki, müsbətə yaxınlaşsın. Mənfinin də ehtiyacı müsbət idi. Mənfi müsbətə yaxınlaşır deyə zaten şərtdə deyirik ki, bu yeyinləşən hərəkət olacaq. Deməli, azalan təcillə Q1 azalan təcillə yeyinləşən, Q2 artan təcillə yeyinləşən. Doğru cavab A variantı olacaq. Sonra bizə deyir ki, 11-ə baxın orada. Bizə deyir ki, mən bir dəqiqə basayım. Deyir ki, hansı qrafik bircins elektrik sahəsinin intensivlik xəttlərinin əksi istiqamətində sahəyə daxil olan elektronun impulsunun modulunun zamandan asılı qrafikinə uyğundur. Digər təsirlər nəzərə alınmır. Əvvəlcə şərti biz çəkək şəklini. Deyir ki, bircins elektrik sahəsi çəkək əvvəlcə. Bircins elektrik sahəsini qeyd eləyək. Buradan 7-də intensivlik oxlarıdır və müsbətdən çıxır. Mənfiyə daxil olur. Məlum məsələdir. Demək, burada deyir ki, elektrik sahəsinin intensivlik xəttinin əksi istiqamətində sahəyə daxil olan elektron. Qeyd edək, elektrondur, yəni mənfi yüklü hissəcikdir və deyir ki, sahənin əksi istiqamətində hərəkət edir. Baxın, buraya doğru hərəkət edir. Sahənin əksi istiqamətində müsbət yüklər var da, düzdür, müsbət yüklər qeyd olunub. Və bizim də sahəmizə daxil olan hissəcik nədir? Elektrondur, mənfidir. Zaten onun istəyi nədir? Müsbətə doğru getməkdir. Demək ki, bu yeyinləşən hərəkət edicidir. Yeyinləşən deyəndə ki,
bərabər yeniləşir. Təcil dəyişməyəcək. Sadəcə bərabər təcili hərəkətin bərabər yeniləşən növünə aid olacaq. Bərabər yeniləşən hərəkətin də qrafiklərində V-nin T-dən asılılığı hər hansı bir V0-dan başlamır da. Biz bunu ya belə götürə bilərik, ya belə götürə bilərik. Ya V0-dan başlayacaq, ya da ki hər hansı ya sıfırdan başlayacaq koordinat başlanğıcından, ya da hər hansı bir V0-dan. Eləcə də eyni qayda impulsa, kinetik enerjiyə də aiddir. Bunlar qardaş kəmiyyətlərdir. Yəni bunlar sürətlə çiyin-çiyinə vuruşurlar. Burası sıfırdırsa, məsələn, ya P0-dan başlayacaq, ya da ki koordinat başlanğıcından. Baxaq görək orada hansı var? Qrafiklərin içində. Baxın, görürsüz, A-da daha doğrudur. B deyil, uşaqlar. Baxın, B deyil. Sabit deyil, elə deyil axı. C deyil. T oxuna yaxınlaşır. Yavaşlayan hərəkət. Axı, bu mənfidir də. Müsbətə getmək istəyirdi, arzusuna çatdı. Niyə görə yavaşsın ki? D-də də kvadratik bir funksiyadır. Niyə kvadratik? Olmaz. Çünki bizim impulsumuz sürətlə kütlənin hasilinə bərabərdir. MV-dir. Yəni burada kvadratik bir hal yoxdur. Burada da kök altı ümumiyyətlə yoxdur. Demək ki, doğru cavabımız A variantı olacaq. 12-yə baxırıq. Digər təsirlər nəzərə alınmadıqda, mən bunu silim. Digər təsirlər nəzərə alınmadıqda elektron elektrik sahəsində hərəkət edərək potensialı F1 10 volt olan nöqtədən potensialı F2 30 olan nöqtəyə yerini dəyişdikdə neçə elektron volt iş görər? Biz sahəni çəkək. Sahə belə qeyd olunur. Belə, Y intensivlik vektorudur və sahənin qüvvə xətləri müsbətdən çıxıb mənfiyə daxil olur. Bu danılmaz faktdır. Müsbətdən çıxır, mənfiyə daxil olur və bizə deyir ki, potensialı hərəkət edən yük hansı idi? Elektron idi. Gəlin başqa bir rənglə qeyd edeyim. Bu elektrondur. Deyir ki, potensialı 10 olan nöqtədən 30 olan nöqtəyə yerini dəyişir. Sizcə 10 olan nöqtə hansı tərəfdə olur? 30 olan nöqtə hansı tərəfdə olar? Təbii ki, biz bilirik ki, potensial mənfiyə, müsbətdən uzaqlaşdıqca potensial azalır. Müsbətdən uzaqlaşdıqca potensial azalır. Düzdürmü? Buna görə də biz təbii ki 10 olan nöqtəni burada götürəcəyik. 30 olan nöqtəni burada götürəcəyik. Və bizə deyir ki, 10 olan nöqtədən 30 olan nöqtəyə yerini dəyişir. Yəni burada bu tərəfdən bunu biz belə edə bilərik. Baxın, bunu biz gətirək bura, yanlış yerə qoymuşuq demək olar ki. Deyəcək bunu. Bunu gətirib bura qoyacağım. 10 olan nöqtədə deyir, yerini dəyişir. Hara? 30 olan nöqtəyə gəlir də, eləmi? Gəlir burada olur. 10 olan nöqtədən 30 olan nöqtəyə gəlir, yerini dəyişir. Demək ki, mənfini elektronun sahəyə daxil edirik, müsbətə doğru hərəkət etməyə can atır. Bu burada müsbət iş görür. Məlum məsələdir. Ona görə A bərabərdir modulda. F1 çıxılsın, F2 olacaq. Onun da cavabı 20 elektron volt olacaq. Cavab B variantı.